Hə, bu 26-nı da sizə isbat etdim. Baxın. Burada. Deməli, onun orta xətti. Bax, buradan mən A plus B-ni alsam, alıram kök altında D1 kvadrat üstəgəl D2 kvadrat. Bax, ixtiyari trapesiyada da bunu qurmaq olur. D1 kvadrat üstəgəl D2 kvadrat tərəf oturacaqların cəmidir. Onda orta xətt bunun yarısı idi. O şəkili yenə də bax, belə qurmaq olur. Eyni cür qurmaq olur. Necə? Baxın, tutaq ki, yenə bu belə bir üçbucaq yox. Belə bir trapesiyadır. Diagonallar perpendikulyardırsa, yenə eyni məntiqdir. Bax, bura 90-dırsa, bura A-dır, bura B-dir. Yenə siz götürüb burada bir bərabər yanlı üçbucaq qurursunuz. Eyni məntiq. Sadəcə bayaqları o AB hündürlüyü idi, düzbucaqlı üçbucaqdır. Yenə bax, bura 90-dır, Z qaydasına görə bura 90-dır. Bura D1-dir. Bura paraqramma görə adırsa, burada adı. Burada D2-dir. Onda baxın, düzbucaqlı üçbucaq aldınız burada yenə baxın. Onda bu nə oldu? D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabər oldu A plus B-nin kvadratı. Pifaqor. Və o üçbucağın sahəsi bütün sahənin özü idi. Bu düzbucaqlı üçbucaq.